İspaniyadan indi məlumatım olduğu üçün İspanlardan deyəcəm. Stadionlar deməli 19 yaşa qədər aşağı yaş qrupların hamısı süni meydançada məşq eləyir. İstər Real, istər Barcelona, Hamısı. istər Atletico, ay sağ ol. Barcelona'nı yox. Barcelona çünki başqa bir məşqçi Qəbələnin məşqçisi ilə söhbət edəndə o dedi ben Barcelona'daydım. Onlar deyir təbii otda məşq eləyir. Onlar da başqadır. Atletico Madridlə Real Madridin akademiyası 19 yaşa qədər futbolçuların hamısı Süni. süni meydançada məşq eləyir. No süni meydançada sənə deyim, yəni elə süni meydançada ki, Xalçadır. yəni da, yəni ən axırıncı pokoleniyalardandır ki, orada düzdür. Bizdəki kimi deyil. Hansı ki biraz zədələnir, baxırlar görürlər vəziyyəti pisdir, sразу mütəmmadır, yəni onu dəyişirlər. Hansı ki bizim fikirlərimiz var idi, deyirdik ki, ay yox, Avropada da hamısı təbii otda məşq eləyirlər. Bu zədədən qoruyur, bu nədən qoruyur, nə edir, nə var, nə edir, fikirlərimiz belə idi da. Getdim orada gördüm, məsələn deyir, 19-a qədər hamı sünnidədir. Oyunlarda sünnidədir, məşqlərdə sünnidədir. Ancaq Fərq var da. 19 yaş Yox, oranın sünüsü ilə buranın buranın da sünüsü. fərqi var. Əlbəttə ki, Yəni onun onu söhbəti demək yox. Onun heç o barədə danışmıram. Ancaq Gənclər Liqası, hansı ki Çempionlar Liqasında çıxış edə biləcək komandadırsa, onlar təbii otda məşq edir. Çünki rəqib komandalarında klubları hamısı 19 yaşlılar Avropada, yəni təbii otda məşq edir. Və oyunları da təbii otda. Yəni stadion baxımından eynidir, sünidir. Sadəcə olaraq high leveldir da, yəni necə deyirlər.